Hər kəsə sağlam. Uzun bir aranın ardından heyvinizi salamlayıram. Bu gün Nərminin ad günüdür və bunun üçün Parisə çəkilişə gəlmişik. Nərmin də ad gününə özəl belə hazırlanmışdı. Nərmin orada çəkiliş edərkən biz də biraz atışdırdıq və gözəl şəkillər çəkdik. Ardından isə restorana gəldik. Yalnız restoran o qədər gözəl idi ki, tam bizə uyğun bərbəzəkli gözəl ab-havası var idi. Bu arada tez-tez video çəkə bilməməyimin bəzi səbəbləri var. Bu səbəb bitdikdən sonra videolar çəkəcəm. Burada isə kombinimi göstərirəm və Nərmişqanı da göstərirəm. Dolu-dolu yeməklər gəldi süfrəmizə və bunları belə çəkmişəm. Nərmin mənim takipçimdir və ilk takipçilərimdən biridir. Biz onunla artıq dost kimi və çox yaxınıq. O mənim üçün çox dəyərlidir və bu ad günü onu eləməsəm olmazdı. Yeməkdən sonra isə əylənirik. Bu arada çox yaxında Beravanoy'da konsertimiz var, gəlməyi unutmayın. Burada artıq Nərmişqan oynayır və tort kəsirik. Nərmişqa çox sevindi və onun üçün çox gözəl bir gün oldu. Onun bir idoli olaraq onun üçün elədiyim bu sürprizi çox bəyəndi. Bütün takipçilərimə əlimdən gəldiyi qədər önəm göstərirəm. Bu isə Nərmişqanın hədiyyəsi idi. Bunu mən Pinterest kodu ilə almışdım, amma baxsaz avatarda da var. Bu isə Nərmişqanın digər hədiyyələri idi. Onların hər birini çəkib göstərdim. Mənim digər hədiyyəm isə böyük qızıl gül buketi idi. Nərmişqanın videolarını çəkdim və yollandım otelə. Bilirsiniz ki, bir neçə gün Fransada qalacağam və bunu vloglamaq istədim. Otelimi də tutdum və gəldim. Otağımı açdım. Artıq saat gec olduğuna görə tam olaraq yatmağın vaxtı idi. Səhər isə bayağı bir yağış yağırdı. Və mən əynimi geyinib tez evdən çıxdım. Səhər yeməyi sifarişləri olmadığı üçün kafeyə gəldim və səhər yeməyimi kafedə elədim. İndi isə Parisə necə gəldiyimə və necə bir yolculuq elədiyimə baxacağıq. Səhər baxımı eləyirəm və səhər baxımının ardından makyaj eləyirəm. Lakin çox sıxıcı olmasın deyə hər saniyəmi səsləndirmək istəmədim. Kombinimi göstərib, ardından valizimi götürüb maşına yollanıram. Buradan aeroporta yol çox idi və mənim yolculuğum isə gecədir. Lakin mən çox gec olmasın deyə artıq gəldim və burada dəhşətli dərəcədə çox yağış yağırdı. Artıq aeroportda çatdıq və mənim getməyə vaxtım gəldi. Burada Parisə gedəcəyim üçün çox həyəcanlıyam və bu ilk denəməmdir. Normalda bundan əvvəl heç Parisə getməmişəm. Bu oyunda artıq valizimi götürdüm və getdim. Aeroporta vaxtından biraz tez gəlmək lazımdır və mən də biraz tez gəlmişdim. Getdim və gəldik, çatdıq əməliyyata. Burada isə biraz telefona baxıram və qalxışımızı çəkirəm.
İndi isə yeməkləri çəkmişəm. Məşhur kruasan və matcha, sonra da kofe sifariş verdim. Və Parisə çatdım. İlk Eyfeli görürəm. Eyfeli qarşılaşdıqdan sonra isə ac olduğum üçün kafeyə yollanıram. Kafedən kruasan alıram. İndi isə artıq otelə gedirəm. Tez valizimi və s. yerləşdirməyə gedirəm. Tutduğum otaq isə buydu və burada Eyfelin mənzərəsi var idi. Hər nəysə otağa girirəm və aldığım kruasanı isə aşağı düşüb yedim. Bugünkü kombinim belə oldu. Paltar baxmağa gəldim. Sonrasında isə mənə belə bir hədiyyə verdilər. Sonra isə bir takipçimlə qarşılaşdım. Onunla yemək yedik. Bir günümüzü daha belə yola verdikdən sonra yeni günə başlayıram. Əl-üzümü yuyuram. Bu arada lavabosu çox qəşəng idi. Səhər yeməyimi eləmək üçün yenə bura gəldim və burada da mənə bunu verdilər. Hədiyyədir bu arada. Sonra isə ardından otelə gəldim. Bugün çəkiliş eləmək istəyirdim, amma yağışa tutuldum. Evdə biraz oynadım, yağış olduğunu görərək çəkilişə gəldim. Ardından hava düzəldi, bir neçə çəkiliş elədim və videomuz artıq bitir. Kanalıma abunə olub və like atmayı unutmayın. Hələlik!